Salam, əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Demək, bir izləyicimiz sual qeyd edib. Leyla Zəhra adında izləyicimiz yazıb, salam, zəhmət olmazsa nafilə namazın aydın şəkildə başa salardınız və salardınız de 2 rükət sabah qılmaq üçün. Mən belə başa düşdüm ki, xanım nafilə namazları haqqında soruşur. Qısa olaraq deyəcəm. Nafilə namazları 34 rükətdən ibarətdir. Yəni cümə günü istisna olmaqla və 17 rükətdə vacibi namazlardır. Təbii ki, cümə günü 4 rükətdə əlavə olunur. Zöhr və əsr nafilələrinin üzərinə olur 20 rükət. Amma cümə günü istisna olmaqla 34 rükətdən ibarətdir. Mən qısa olaraq deyəcəm. Təbii ki, bunların detallarını maraqlanmaq istəyənlər şəriət kitablarına müraciət edə bilərlər. Demək, nafilə namazları vacib namazlardan əlavə qılınması müstəhəb namazlardandır. Və gündəlik namazların nafilələri də 34 rükətdir. Sübh namazının nafiləsi 2 rükət, vaxtı sübh namazından əvvəl qılınır. Zöhr namazının nafiləsi 8 rükət və 2 rükət qılınır. Vaxtı zöhr namazından əvvəl. Əsr namazının nafiləsi 8 rükət və 2 rükət qılınır. Vaxtı əsr namazından əvvəl. Məğrib namazının nafiləsi 4 rükət və məğrib namazından sonra qılınır. İşa namazının nafiləsi də 2 rükətdir və oturaq halda qılınır. Oturaq halda 2 rükət, ayaq üstə 1 rükət savabındadır. Yəni, İşa namazının nafiləsi oturaq halda qılındığına görə 2 rükət olur, amma 1 rükət hesab olunur. Vacib vaxtı isə İşadan sonradır. Gecə namazı, yəni təhəccüd namazı deyirlər. Gecə namazının vaxtı isə, sayı isə 11 rükətdir və vaxtı gecə yarısından başlayır ta sübh azanına qədər. Gecə namazının nafiləsi də 8 rükət gecə namazı niyyəti ilə qılınır. Yəni 4 dəfə 2 rükət qılınır. 2 rükət şəfi namazı niyyəti ilə qılınır, oldu 10 rükət və 1 rükətdə vətr namazı niyyəti ilə qılınır, 1 rükət. Bu da həmçinin qeyd etdiyimiz kimi niyyət, gecə namazı qılıram, qurbətən ilallah. Yəni, qısa olaraq bu qədər və bir qeydlər də sizə deyim inşallah. Qeydlər bundan ibarətdir ki, nafilə namazları 2 rükət qılınır. Qunut müstəhəbbidir. Qunut tutmaq müstəhəb, yəni savabdır. Səfərdə zöhr və əsr namazları qılınmır və böyük savabı var. Tərk edilməsində günah yox, yerinə yetirilməsində isə böyük savab vardır. Qısa olaraq belə. Allah inşallah ibadətlərinizi qəbul etsin.